Salam əziz balalar. Bugünkü dərsimizin mövzusuna başlamazdan əvvəl onu da qeyd edim ki, biz bugün 7-ci bölmənin 3-cü fəsli üzrə mövzuları öyrənəcəyik. Həmin fəsil Azərbaycan musiqisi adlanır. Deyin görüm hansı Azərbaycan muğamlarını tanıyırsınız? Bəs hansı xanəndələri tanıyırsınız? Əminəm ki, bu sualların cavabını bilirsiniz. Çünki musiqi dərsindən biz həm bu musiqiləri və xanəndələr haqqında müəyyən məlumatlar əldə etmişik. Elə isə gəlin bölmənin ilk mövzusuna başlayaq. Bu mövzu Çargah əfsanəsi adlanır. İndi mən bu əfsanədən bir hissəni oxuyacağam, qalan hissəni isə özünüz oxuyarsınız. Daha sonra isə mətnlə bağlı tapşırıqlarımızı birlikdə yerinə yetirərik. Qədim zamanlarda Odlar yurdunda bir musiqiçi yaşayırdı. Onun mahnıları dillər əzbəri idi. Musiqiçinin sorağı hökmdara da çatmışdı. Hökmdar onu yanına çağırtdıraraq deyir: "Gəl mənim sarayımda yaşa, mənim şərəfimə mahnılar qoş. Razı olsan, qızıl içində üzəcəksən." Mətni bu yerində saxlayıram, davamını oxumağı sizə həvalə edirəm. İndi isə biz keçək söz boğçasındakı sözlərin mənası ilə tanış olmağa. Bilirsiniz ki, bu sözlərin mənası ilə tanış olduqda, həmçinin həmin sözlərə mətndə rast gəldiyimiz cümlələri də oxuyuruq. Cah-calal, cah-calal, dəbdəbə, təmtəraq, var dövlət deməkdir. Bəs duyuq düşmək nədir? Duyuq düşmək, baş verəcək bir hadisəni qabaqcadan hiss etmək deməkdir. Məsələn, mətndə deyilirdi: keşikçilər duyuq düşməmiş, tez şəhəri tərk eləsin. Yəni, keşikçilər xəbər tutmamış, hiss etməmiş, şəhəri tərk etsin. Karvanbaşı karvana başçılıq edən adama deyilir. Zınqırovu isə heyvanların boynuna taxılan xırda zəngdir. Ecazkar sözünün mənası isə qeyri-adi, hər kəsi heyrətə salan deməkdir. Məsələn, mətndə deyilirdi: ətrafa ecazkar bir musiqi yayılırdı. Yəni, qeyri-adi, hər kəsi heyrətə salacaq bir musiqi. Ləhləmək nə deməkdir? Ləhləmək, tez-tez və ağır nəfəs almaq, tövşümək mənasında işlədilir. Məsələn, mətndə belə bir cümlə var idi: İstidən və susuzluqdan dəvələr ləhləyirdilər, yəni tövşüyürdülər. Mənzil başı sözünün mənası isə yola çıxarkən gediləcək son ünvan deməkdir. Məsələn, karvan gəlib mənzil başına çatdı, yəni son ünvana çatdı. İndi isə gəlin mətni necə oxuduğumuzu daha dəqiq yoxlamaq üçün sualları cavablandıraq. Musiqiçi niyə hökmdarın təklifini qəbul etmədi? Yəqin ki, sualın cavabını artıq müəyyən etdiniz. Musiqiçi bildirdi ki, xalqından ayrı düşsə, heç nə yazıb yarada bilməyəcək. Bəs nə üçün vəzir musiqiçini xilas etdi? Çünki vəzir musiqiçinin istedadına heyran idi, onu cəzalandırılmasını istəmirdi. Vəzir musiqiçiyə necə kömək etdi? Onu zindanın arxa qapısından çıxardı və şəhəri tərk etməsinə kömək etdi. Karvan hansı çətinliklə üzləşmişdi? Karvan yolu azmışdı. Həm də dəvələr istidən və susuzluqdan ləhləyirdilər. Ecazkar musiqi necə yarandı? Həmin musiqinin yaranması hissəsini mətndən oxuyaq. Onların zınqırovlarını bir-bir çıxarıb dəyişdi, yəni musiqiçi. Bəzi zınqırovları tarım, bəzilərini boş bağladı, bir neçə dəvənin boynundan isə zınqırovu açıb başqalarına ikisini bağladı və bu yolla da o ecazkar musiqini yaratdı. Keçək növbəti tapşırığımıza. Sizcə, karvanda dəvələrin boynuna zınqırovlar nə məqsədlə asılır? Dəvələrin səhralıqda itməməsi üçün onların boynuna zınqırov taxılır. Dəvə karvandan ayrı düşərsə, zınqırovun səsinə görə onun yerini müəyyən etmək olur. Növbəti tapşırığımıza baxaq. Hansı epizoddan mətnin əfsanə olduğunu demək mümkündür? Gəlin yadımıza salaq. Əfsanə hansı mətnlərə deyilirdi? O mətnlərdə ki, möcüzə var, həmin mətnlər əfsanəyə adlanırdı. Elə bu mətnin əfsanə olduğunu bax bu gördüyünüz abzasdan müəyyən etmək mümkündür.
zınqrovları bir-bir çıxarıb dəyişməsi, birini tarım çəkməsi, digərini boş buraxması, bir dəvənin boynundan açıb digərinə ikisini bağlaması və bunun nəticəsində ecazkar musiqinin yaranması bir möcüzə sayılır. Keçək növbəti tapşırığımıza. Muğamlarımız mətnini dinləyin, aşağıdakı cədvələ uyğun faktları qeyd edin. İndi biz sizinlə muğamlarımız mətnini dinləyəcəyik. Mən mətni oxuyacağam, siz isə dəftər və qələminizi götürün, qeydlərinizi aparın. Qeydlərinizi apararkən uşaqlar, bax bu cədvəldə gördüyünüz başlıqlar üzrə qruplaşdıra bilərsiniz. Əsas fikir verəcəyiniz məqamlar, burada deyəcəyim muğam adları olacaq, həmçinin muğam ifaçıları, o cümlədən milli musiqi alətləri. Bax bu qeydlər əsasında daha sonra cədvəli dolduracağıq. Elə isə gəlin mətnimizi dinləyək. Muğamlarımız. Azərbaycan xalq musiqisinin ən sevilən növü muğamdır. Muğamın müəllifi yoxdur. O xalqın yaratdığı musiqi əsəridir. Azərbaycanın muğamının 7 əsas növü var. Rast, şur, segah, çahargah, Bayatı Şiraz, Şüştər, Humayun. Muğam oxuyan adam xanəndə adlanır. Muğam çox zaman tar, kamança və qavalın müşayiəti ilə üçlük şəklində ifadə olunur. Tarzən tarı, kamançaçı kamanı çalır. Xanəndə isə muğam oxuya-oxuya qavalı çalır. Azərbaycanın görkəmli muğam ustaları var. Məsələn, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Zülfü Adıgözəlov, İslam Rzayev, Rübabə Muradova və s. Sadıqcan, Qurban Pirimov, Əsən Dadaşov və başqaları məşhur tarzənlərimizdir. Məşhur kamançı ustamız Habil Əliyev də muğam sənətinin inkişafına xidmət edən sənətkardır. Müasir dövrdə isə Alim Qasımov muğamı dünyaya tanıdıb. Bugün də Azərbaycan muğamı sevilə-sevilə dinlənilir. Əminəm ki, qeydlərinizi götürmüsünüz. Mən həmin adların sadalandığı yeri asta-asta ifa edirdim ki, siz rahatlıqla qeydlərinizi götürə biləsiniz. İndi isə gəlin tapşırıqda verilmiş cədvəl üzrə qeydlərimizi yazaq. Onu da qeyd edim ki, bu qeydlərin bir qismini mən sizinlə birlikdə yazacağam. Qeydləri tamamlamağı isə sizə həvalə edəcəyəm. Hansı muğam adlarına rast gəldik? Yəqin ki, yadınızda qaldı. Azərbaycan muğamının 7 növü var idi. Rast, şur, segah. Qalan muğamların adını yazmağı sizə həvalə edirəm. Muğam ifaçılarından hansılarının adını qeyd edə bildiniz? Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, digər xanəndələrin adlarını isə siz yazarsınız. Milli musiqi alətlərindən hansılarının adı çəkildi mətndə? Mən birini yazıram, bu tarı idi. Digər alətlərin adını isə siz yazarsınız. Bax, belə uşaqlar, bugünkü dərsimiz bu tapşırıqla sona çatdı. Növbəti dərsdə görüşməyi ümid edirəm. Hələlik.